bizim yolumuz nədir? Hər bir öydən bir əskər olmalıdır. Hər bir öydən. Ona görə də Fight Club'un idmançıları, müəllimləri sırf xaki rəng paltar gedir. Modelləndirilmiş xaki paltarlarıdır. Bunu bir qırağa qoymaqla da həm də yaxşı gəlin məktəb oxuyasınız. Yəni yaxşı dərslər oxuyasınız. Yəni bir dənə yolla, idmanla getmək olmaz. Yəni ki, həm idmançı olasınız, həm də yaxşı məktəb oxumalısınız. O şərt odur ki, yəni məktəb oxuyun, yaxşı ustad ola bilərsiniz. Yəni şərt odur ki, yəni hamıya bir dəqiqə usta lazım. Bir dəqiqə bizim burada ustalarımız var. Hər bir sahədə gərək lider olasınız. Əgər başladınızsa da hər bir sahədə gərək öz lideri olasınız. İndi söz veririk bizim Etibar müəllimə, alqışlarına sağlar. Faik müəllim əskər məsələsi çox gözəl vurğuladı. Əskər gedən zaman zəifləri əzərlər. Fikir verin, nə qədər əskər özünü öldürür. Baxırsınız, özünü öldürürlər. Niyə öldürürlər? Onu alçaldırlar, əksildirlər. İnsan da insan özünü öldürər, nəyə görə olursun? Və o utandığından özünü öldürür. Elə eşdən baxarsan güclü görünür, amma ki yoxdur. Mən əskəriyə gələndə Bakıdan Petroskaro öz rayonuma gəldim. Mənim döyüş taktikam hazır idi. Mən gələn kimi ən yaşlılarla bərabər onlardan da güclü oldum, sözümü dedim. İstəyirəm siz də olasın, Faik müəllim sözünə görə. Bundan sonra əsas məsələ tək idman deyil. Faik müəllimlə bizim bərabər düşüncələrlə, söhbətlərlə idmançılara yol göstərmişik. Və demişik ki, oxuyun, gürcü dilini oxuyun, İngilis dilini oxuyun, fənləri oxuyun, institutlara girin. Vüsal Aşırov, Allah onu qorusun, videomuz da var, faktı getdi bugün Polis rayonun bələdiyyəsində deputatdır. Gün olsun, parlamentdə deputat olsun. Maşallah, Zahir da məşq edib, elə mi? Nə gözəl, nə gözəl. Bax, görürsünüz mü? Zahir müəllim məşq edib, səndə biz fəxr edirik. İdmanla fəxr eləmək lazımdır, utanmaq lazım deyil. Mən məşqə getmişdim filan. Faik müəllimlə fəxr eləmək lazımdır. Çünki insanları doğru yola çəkir, mərtiyə çəkir. Milli ruhda bir müəllimdir. Biz Gürcüstan, Azərbaycan türkləriyik. Bu mənim öz fikrimdir, Faik müəllim fikridir. Qanımızdan türk qan axır. Bunu inkar edənlər çoxdur, özləri bilərlər. Amma mənim qanım bunu mənə deyil. Ona görə də Faik müəllim soyakanı yarattı. Mən də vice-prezident idim, ikinci adam. Soyakan libasıyla Çində çıxış elədim. Bilirsiniz ki, əziz qardaşlar, Çində